Yenə günlər keçir, biz ustalarda gəzməyə davam edirik. Avtomobil çıxıb neçə gündə artıq sürürəm. Əsas o səsi Hikmət sağ olsun, keçən səfər öz imkanları daxilində həll elədi. Nasatqanı da biraz verdi içəri, amma tam ideal nəticə üçün biz qaraj performansa getməliyik və hal-hazırda da Eminin yanına gedirəm, qaraj performansa. Eminin indidən deyim, yanına getməyə istəyirsinizsə əvvəlcədən rezervasiya eləyin, əvvəlcədən danışın, çünki vaxtı olmur. Mən elə danışdım, 3 gün sonra, yəni bu günə vaxt verdi, sağ olsun. Həftə sonları işləməsə də mənə görə dedi, eləyərik, narahat olma. İndi gedirəm, həm oradakı atmosferi sizə göstərim, qeyd edeyim ki, şəhərdə olan işini sevən barmaqla sayılacaq ustalardan biridir. Yeri də həmçinin, çünki ustanın öz əl işçiliyi mənə görə ən birinci öz yerindən başlayır, öz qarajından başlayır. Çox maraqlı bir qarajdır, çox təmiz və hansısa bir servisin içində deyil, ayrıca bir qarajdır. Bir dəfə olmuşam, Pərvizin drifkarını Dyno'ya çıxardanda, yeri gəlmişkən Dyno da var orada, siz də öz avtomobilinizin at gücünü orada yoxlaya bilərsiniz. Gedək, yerində artıq söhbətləşərik. Xırda geyiririk, 30 dərəcə istiliyi var çöldə, biz də bu istidə geyirik ustaya, amma xoşbəxtlik, təki nəticə yaxşı olsun. Biraz da. Все okey. Deməli, cavanlar, gəldik, baba logodan başlayaq. Qaraj performansdayıq bu günləri. Bura gəldiniz, Emini tapın. Salam aleyküm. Salam bilik. Emin usta indi. Emin usta deməyim də, Emin deyim mən. Emini tapın, boşum. İndi burada hələ ki baxırıq, ölçürük, pisirik ki, neynəyək, nətər eləyək. Problemi məncə artıq bilirsiniz, 4 dəfə sizə göstərmişəm ki, nə bilim, nə hara dəyir, necə olur, nətər olur. İstəyirəm sizə Emin orada işləyə-işləyə biraz atmosferi göstərim. Hər qarajda olmayan şey, misal üçün, kondisioner. Sonra sizə canım desin. Drifkarlı qarajlar çoxdur. Bu qarajda da bir dənə drifkar var. Bu yəqin yığılır, indi yığılıb qutaranda xəbərimiz olar. Və bu da bayaq yolda sizə qeyd elədiyim stenddir. Şəhərdə bir çox, indi BYD var düzdür üstündə. Bu stenddə, bu rakursdan görə bilərsiniz, bir çox avtomobilləri burada yoxlayıblar. Biz də bir öncəki gəlişimizdə burada Pərvizin drifkarını yoxlamışdıq. İndi işimiz qutarandan sonra Emin atarıq bunu stəndə deyirsən? Atar da. Aha. Bunu elə zadını at gücündə yoxlayarıq. Görək, heç olmasa stok kimi getsə mənə bəs eləyir, açıq desəm. Heç nə ölüb eləməsin əsas. Belə işləyirik. Emin planın nədir sənin vapşı? Yəni, Açıq planım hələ ki yoxdur. Aha, hələ ki sökürsən. Hələ ki bilmək istəyirəm, haranı kəsək, haranı Nəsə kəsirik. kəsəcək. Kəsinti var. Olacaq. Sizə material verdim bizə. Qığılcım görəcəyik. Bəli, hələ. İşte. Deməli cavanlar, sökdük. Emin niyə sökdük? Bilirik heç olmasa niyə sökdük. Təxmini. Amma dəqiq eləmişik kimi. İstəyirəm bunu kəsim buradan. Okey. Bu getdi. Məncə biz bunu buradan fırlada bilsək. Aha. Biz yəni buradan oturur, ortada bir qrovkamız yoxdur. Ay sağ. Məncə buradan kəssək, həm qazanı aşağı yuxarı eləyə biləcəyik. Aha. Mən də bax bura yuxarı qalxırdı. Ay sağ. Bax buranı həm ortaya çalışacağam verim, çünki burada dirənməsin. Ay sağ. Həm ki öz normal ənənəvi qanunu yerinə gəlsin. Şimdi düzələn şeyə oxşuyur. Biraz. Всё, daha görək nə olur.
Tutaq ki. Tutalım belə. Deməli cavanlar qazanı belə qoyduq ki, buradan ölçün götürək. Eminin dediyinə görə bura super alınıb. Dedim dəqiq dedi yox. Ona görə hə belə bu dəqiqə ölçü hissəsindəki bu əynəmi necə verək? Nu prosesdəyik. Texnologiya. Biz boş yere kəsmişik. Özü baxtma. Soda düz. Bıd aldırdın brat onu. Paşdi. Sen onu aldır svarkalıya. Aldırdım ki, hanı. Şarəmizi qoyduq. Bax, bu zazorla. Yox, bir zazorumuz da çoxaldı indi. Zor. Всё. O tərəfi də təbii ki, buna uyğun dala qabağı eləyəcəyik. Emin znaklarını qoydu. Belə də. İndi şov başlasın da qardaşım. Gedək. Geday. Oş. Paşdi. Yox, qazanı salacaq aşağı. Brat, məncə zordur, biraz sala da bilərik də. Bir yarım Все, zor. Şartın qayda. imkan vermir. Bunu götürməmişik, değil mi? Bunu götürəndən sonra məclisin bu yerində. Bax, bu az özü qaldı, düzdürmü? Aha. Mən burada daha bir nöqtə vurum. Oxşur nəyəsə? Zordur. Məncə hə. Deyəsən hə. Mənim Emin gözüm qamaşıb. Bilmirəm, düzdür, əyridir. Bu boş da saxlaya bilər, özü köflər kəndə. Sağ. Tam deyəndə ki, məncə bəs. Məncə yaxşıdır. Özün sentrdə deyən, özün bax. Yüz üstündə bir dənə bu orta, sağ, şöyle işlər. Belə hamısı zordur. Bu xoşuma gəldi. Bax, hamı idealdır, baxırsan eyni səviyyələrdə. Bir dənə o, Nədir burada? dərəcə. 3.45. Yes. Mən də ola bilər yarım dərəcə zaten olsun. 0.05. Yəni, bu adam bu işi görür. Düzdür, qoymur tərifləyək, amma Mən çəkməsən də olur. 20. Burada 0.1 dərəcə fərq var. Onu da fırıyıb tuzlara bilərəm aslında. özün bax da Emin. Mən şey 25, 3.20, 3.15. Bu da 3.10. Ha bu da... Yox, biraz qalxır, keçir. Çox uzun. 0.15 dərəcə fərq var. Məncə onu da insan gözü tuta bilməz. mənə də elə gəlir. 1 yox da 0.15. 0.15. Bəli. Yəni bir 0.2 də yox. Sondakı. Gözəl, gözəl. Sökülüyü sonra kabul bəzən yerinə. Masadadır gördüyünüz kimi. Kursi telimiz. İndi Emin bunu Hələ bir nöqtə vurmuş. hələ 2 nöqtə vurmuşuq. Acırsın bu yerində. Masası tərk edir. Getdi. Uşaqlar, bu gördüyünüz zavodun elədiydi.
Bu gördüyünüz isə nə belə sizə görüntü verim belə rəhli məhli. Bu isə Eminin elədiyidir. Bu adamın niyə qədrini bilmirsiniz ay kişi? Məsələ nədir? Nədir? Boruda əlavə qaynaq yoxdur. Harda öz qaynaq yerindən kəsdik. Əlavə calaq eləmədik. Formasını dəyişdi elə bil. Biraz bucağını dəyişdik, hansı ki dəymirdi, bizi narahat edirdi, qazan aşağı qalırdı və s. O hissələrini düzəltdik. Və məqsəd o idi ki, maksimum səliqəli olsun da. İndi şof təzədir, rənglidir biraz. Müəyyən qədər vaxt keçəcək, o da işlənəcək, eyni rəngə düşəcək, olacaq. Zavoddan daha yaxşıdır, amma olacaq. Bunu denəndə səhərdən vaxt demirsən. Uşaqlar, bu bizim haqq-hesab. İndi bunu qaldı üstünə atmaq. Vağzalı sədaları altında egzostumuzu taxırıq yerinə. Xeyirli olsun, xeyirli olsun. Şadlıqlarda görüşək. Zamanlar egzoz işimizi həll elədik. İndi M4'ü salırıq hara? Dyno'ya. Bəli. Düzdür, əslində bugün evdən çıxanda fikirləşmirdim ki, günün sonunda avtomobilimin tam at gücünü biləcəm. Amma qaraj performansda hər şey realdır, hər şey olur. Şimdi görək xeyirlisi. Çox həyəcanlıyam uşaqlar, görək nə olur. Deməli cavanlar, bunun belə sakit görünməyinə baxmayın. Polunu qışqırtdıq, 270 sürdük Dyno'da. Birinci zayezdə verdi 453. Emin dedi niyəsinin açığı, nəyinləsə sayır, nəsə nə olur. Dedi əsas ikinci ilə üçüncüdür. İkincidə verdi 461, Emin düz deyirəm. Üçüncüdə də 463.
680-də tork. Qaydasındadır. Stoku 454-dür. Normaldır yəni. Əsas deyir heç nə yoxdur. Gəl yaxın gəl də. Əsas deyirsən ki, vurması, atması. 32-33 dərəcə içəridə temperatur, intake cətə 47 dərəcəyə qədər qalxır. Aha. Və detonasiya yoxdur. Birinci proqonda var idi. Onda maşın isti idi, təzə çıxmışdı istəndə. Bir sinxronizasiya elədiyi ventilator yanmaya və s. intake sad qız. İkincidə, üçüncüdə tərtəmizdir. İşte atqat var, o da təbiidir. Birincisi içəridə 30 neçə dərəcədir, oksigen kifayət qədər çoxdur, çöldəki qədər. Ona görə də əla, ideal, qəşəng. Yəni qeyri-adi heç nə görmədim. Hər şey yerində. Hər şey qəşəng. Sürmək olar. Bəli. Gözəl. Belə şeylərlə mən gəl deyim hə. Emin sən də çox sağ ol. Buradan zadına deyim. Əziyyət çəkdin. Səhərdən bir yerdəyik, hava artıq qaralıb. Bəli. Amma sağ olsun. Yəni mənim fikrimcə yox, öz istədiyi nəticəyə gəlinə kimi aşağı verdi, yuxarı verdi. Qoy bəs tərifliyim də o. Təriflər, mən xoşlayıram. Hə, əla. Hər şey əla, super, nasatkalar super və son olaraq da dedi ki, yəni dayin eləyə görək nə var, nə yox. Qoy tamam olsun. Hə, mən də artıq soruşanda deyəcəm ki, neçə at gücüdür. Mən yenə 460 deyəcəm açığı. O 2 3. Yox, sənin maşında intake var. Müəyyən modifikasiyalar var və s. Onlar yəni 5-6 at. Amma stage yoxdur da bura. Stage yoxdur. Hə, sağ. Sağ uşaqlar, yəni yeri bildiniz. Əvvəlcədən yenə deyirəm, rezervasiya edin. Eminin biraz vaxtına düşmək çətin məsələdir. Çox sağ ol. Qonaq elədin, necə deyirlər öz qarajında məni. Xoş oldu. Mən də şad oldum. Növbəti videolarda görüşərik.